Bir neçə gün bundan öncə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları gecə saatlarında azyaşlılara qarşı reyd keçirmişdi. Əsasən internet klublarda və küçələrdə var-gəl edən azyaşlılara qarşı yenidən geniş miqyaslı reyd təşkil olundu. Daim küçədə olursa bu vaxtda, bəs bu gecə yarısı sən küçədə bir valideyn maraqlanmırsan anlayırsan. İşdən gəldim. Harada işləyirsən? Qalmış adam. 11-ci sinif uşaqlığında. Evet. Neçədə çıxırsan işdən? 12 yarısı. 12 yarısı. Çörək almaq. Çörək? Daim belə gecə yarısı sən çörək almağa. Neynədin gecə boyanda? Heç sənədə çıxım. Gəzməyə. Gecə yarısı biz sənə maraqlanan yoxdur evdə ki, sən alırsan. O qədər bir gecə deyil ya. 12 yarısı. Küçədə nə ilə məşğul olursan biz? Belə düşün qutarından sonra təkər qalırsan belə. Təkər qalır. Gecə 2-də 3-də nə təkər qalırmaz? O da çörəyim ki. Və sən maraqlanmırlar ki, sən gecə yarısı qəlyan çəkirsən, haradasan, kimdənsən? İcazə alırsan. İcazə almışdan. Bu gecə yarısı nə edirdin küçədə? Qonaq gedir. Evet, çıxmışdım uşaqlarla söhbət edirdim qabağa. Valideynlər də özlərindən fərqli olaraq övladlarını daim nəzarətsiz qoymayan polis əməkdaşlarına təşəkkür ediblər. Yəqin ki, uşaqlarımız da bundan nəticə çıxardır və bir daha. Çox gözəl bir şey aslında ki, avarçılıqdan uzaq qaldı. Mən təşəkkürlərimizi bildirim. Uşağın tərbiyəsi bilavasitə valideynlə asılı olan, ailədən asılı olan bir amildir. Bugün ümumi orqanları gecə yarısı bu azyaşlıları küçələrdən yığmalı yox, bunlar evində yatıb təhsili ilə və yaxud da ki, tərbiyəsilə məşğul olunduğu halda bizim tərəfimizin aşkarlıq götürülür, dəvət olunur və sizin için. Bu haqda nə deyə bilərsiniz? Vakti olabilir, böyle bir şey olmaz. Cinayətə qoşulmasın ondan sonra. Axır uşaqdır da bir şuur ayıldı da. Ayıldı uşağın. Bizə dərs olardı. Adəsə bundan sonra diqqəti daha artırarıq. Sağ olun ki, belə bir şey bilirsiniz.
Məlumdur ki, internet kafelərdə və internet klublarda maraq göstərən əksəriyyət məktəblilər təşkil edir. Ən acınacaqlısı isə odur ki, məktəbli dərsləri ilə məşğul olmalı olduğu halda internet klublarda oyun ardınca qaçır. Ən maraqlısı da odur ki, övladının gecə saat 2 radələrində evdə yox, internet kafedə olması valideynləri narahat etmir. Övladının tərbiyəsinə məsuliyyətsiz yanaşır, nəticədə nəzarətsiz qalan məktəbli müxtəlif cinayətlərə sövq olur. Gələcəyi mütəşəkkil cinayətkarına çevrilir. Xəcə Səxavət qızı Elbrus İsmailov, Dünya TV.